وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللّٰهِ أَحَدًا. Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin. Möhtərəm müsəlmanlar, ən birinci təqvalı mavza çağıram. Və məlumdur ki, təqva ayı gəlir. Təqva sifətinə nail olmaq üçün, mömin üçün Allah subhanə teala Ramazan ayını yaradıb. Və orucu yaradıb bizim üçün. Və Ramazan ayı gəlir. Ona görə mömin üçün bir fürsətdir. Və Ramazan Allah subhanə teala tərəfindən bir rəhmətdir. Hətta namaz rəhmətdir bizə, bizim üçün rəhmətdir Allah Teala'dan. Çünki onunla biz islah oluruq, günahlarımızı yuyuruq, azmaq yolunu seçmirik. Adi namaz, həmçinin oruc, həc, zəkat və s. hər bir salih əməl. Və orucluq, ümumiyyətlə, bilirsiniz ki, oruc tutmaq, ümumiyyətlə, bu ibadətlərin içində, xüsusən bu ibadətin öz yeri var, öz xüsusi təsiri var. Hətta hədisi qüdsüdə Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, Allah Teala deyir ki, orucluq mənim üçündür və onun əcrini mən verirəm. Baxmayla, bütün ibadətlər onun üçündür. Lakin orucluğu xüsusiləşdirib. Çünki xüsusi yeri var. Mömin üçün deməli böyük bir fürsət yaranır. Özdə bir gün deyil, bir saatlıq deyil, bir ay. Yeganə ibadətdir ki, bu cür müddətdə davam edir. Böyük bir fürsətdir. Sadəcə bugün biz müqəddimə kimi bəzi məsələlərə toxunmaq istəyirik. Yəni, müsəlman bu aya girəndə nələrə fikir verməlidir? Nələrə fikir verməlidir? Bu orucda aya. Çünki Allah subhanə teala elə belə bu ibadəti fərz eləməyib. Təbii ki, bunun böyük hikməti var. Hər bir ibadətin böyük hikməti var. Böyük mənaları var. Ən birinci mömin, müsəlman Ramazan girməmişdən qabaq ən birinci elmdir, öyrənməlidir. Çünki Ramazanın özünə aid öz xüsusiyyətləri var, öz əhkamları var. Oruç tutanda nə öyrənməlisən? Bax ki, sənə oruç düşür, yoxsa yox. Çünki elə hallar var ki, oruç tutmaq olmaz ona. İkinci bax ki, orucluq dəqiqələri, vaxtların öyrənginə, həmçinin nə orucu pozur, onları öyrənginə. Adam var, məsələn, bilmir, oruç tutur, gün ortalar yiyir, elə bilir ki, məsələn, pozmur. Yox, olmaz. Ta gün çıxandan gün batanacan gərək çəkinəsən, yeməkdən, içməkdən və şəhvətdən və s. Ən birinci elm. Elm hər bir şeydədir, öncədir. Hətta əməldən öncədir. Allah subhanət hələ buyurur ki, fə'ləm ənəhu la iləhə illallah və astəğfir li zənbik. Əl-əyə. Yəni, ən birinci əməldən qabaq Allah subhanət hələ bu ayədə buyurur, elm, yəni birinci bilginə. Birinci bilginə. Ona görə də İmam Buxari hətta öz səhiyində fəslinin adını belə qoyur. Əl-elmu qabləl qavli vəl-əməl. Elm əməldən və sözdən öncə. Ən birinci. Ne üçün elm? Çünki əməlin düz olsun. Elmlə əməl düzəlir, elmlə savabı artır, elmlə Allah subhanət hələ qəbul edir. Bəli. Və həmçinin də təsir edir qeyrilərlə. Ən birinci budur. Təbii ki, hikmət, böyük hikməti var Ramazanın. Bilmək lazımdır ki, bu ay ne üçün bizə fərz olunub? Allah subhanət hələ buyurur ki, Yə əyyuhəl-ləzīnə əmənu kutibə aleykumus-siyam kəmə kutibə aləl-ləzīnə min qablikum və sonra deyir,
Ləalləkum təttəqun. Yəni, Allah subhanətə buyurur, Yə eyyuhəl-ləzîne âmenû, ey iman gətirənlər, kutibə aleykumus-siyam, sizə oruç tutmaq fərz olundu. Kəmə kutibə aləl-ləzîne min qablikum, necə sizdən öncəkilərə fərz olunmuşdu. Və sonra deyir hikməti, nəyə görə? Ləalləkum təttəqun, deyir, bəlkə təqvalı olasınız. Təqvalı olasınız. Yəni, təqva nədir? Allahdan qorxmaq, onun əmirlərinə tabi olmaq və nəhiylərindən çəkinmək. Təqva budur. Ona görə İbn-i Qeym rahimehullah buyurur ki, orucdan güclü, təqva sifətinə nail olmaq üçün, Allah qorxusunu artırmaq üçün, əmirlərə tabi olmaq üçün, nəhiylərdən çəkinmək üçün orucdan güclü ibadət yoxdur. Orucdan güclü ibadət yoxdur. Allah subhanətə buyurur, Ləalləkum təttəqun. Yəni, bəlkə təqvalı olasınız. Və həmçinin, qardaşlar, bilmək lazımdır ki, bu ibadət Allaha yaxınlaşdırır insanı. Yəni, təsəvvür elə ki, namaz elədir ki, sən Allahla ünsiyyətdə olursan, neçə bir dəqiqə. Amma orucluq bir aydır. Və səhərdən axşamacan onun əmrini pozmamaq üçün çalışırsan. Yəni, orucluq Allaha daha yaxınlaşdırır insanı. Daha yaxınlaşdırır. Çünki çox vaxt Allahla olursan. Allahla bir yerdə, yəni münasibətdə. Bilirsən ki, onun əmri var, olmaz və onun əmri var, bəl etmək lazımdır. Əlhamdülillah. Və həmçinin, yəni Allaha yaxınlaşdırır. Və həmçinin şükrü artırır. Yəni, bilgin ki, orucluq həmçinin, sən, bu bir məktəbdir, böyük məktəb, bir aylıq məktəbdir. Sən şükrün artacaq, yəni yeməyə, içməyə, qiymətin biləcəksən, suyun. Adam var, elə bilir ki, hər şey bələddir, hər şey olmalıdır da. Elə deyil. Elə deyil, yemək, içmək, onlar hamısı neymətdir. Orucluq başa salır bizi, öyrədir. Onun qiyməti var, o hasant deyil, onu Allah Taala verib sənə. Və təbii ki, səbəb olur, qulun Allaha şükrü çoxalır. Və həmçinin, qardaşlar, həmçinin bilginən ki, böyük hikmətlərindən həmçinin orucluğun sağlamlıq. Çünki orucluq həmçinin sağlamlıqdır. Hər bir ibadət sağlamlıqdır, qardaşlar. Hətta həc, hətta namaz, hətta zəkat sağlamlıqdır. Yəni, bəziləri qəlbi təmizləyirsən, bəziləri bütün bədəni. Orucluqda bütün əzalar iştirak edir təmizlənməkdə. Bütün əzalar. Ona görə sağlamlıq mühümdür. Din sağlamlığı dəstəkləyib. Və nə sağlamlığı pozur, onun əleyhinədir. Ona görə haramlar nə üçün hikmətlərindən biri, nə üçün qadağan olunub? İçki, siqaret və s. Sağlamlığa təsir edir ona görə. Və həmçinin, qardaşlar, bilginən ki, bu ibadət, bu Ramazan ayına girəndə əsas şeylərdən də nəyə fikir verir? İxlasa. Yəni, xalis Allah üçün olmalıdır. Yəni, sənin əməlin, başqa əməllər kimi yalnız Allah üçün olmalıdır. Və orucluq həmçinin gözəl məktəbidir, bunu öyrədir. Həmçinin dua ilə gir yenə. Duaya, həmçinin tövbə ilə gir. Fikir ver yenə bu məsələlərə. Və həmçinin, qardaşlar, əsas məsələlərdən həmçinin nəyə fikir verməlisən? Vaxtını boş keçirmə. Boş keçirmə vaxtını. Elə adam var ki, məğribdən sübhəcən yeyir, içir, sonra sübhdən sonra yatır, əsrdə durur, cəm eləyir, sonra biraz elə, ola bilər, yenə mürgülür, məğribdə durur, təzdən başlayır. Bu orucluq deyil. Vaxtını sərf elə. Vaxtını sərf elə. Düzgün ibadətlərə. Və həmçinin nəyə fikir vermək lazımdır? Bidətlərdən, xurafatlardan uzaq ol. Yəni, artıq şeylərdən. Eləsi var, ifrata var bunlar. Deyir, yox, əgər barmaq belə götürsün ağzı var, sonra çıxartsın, orucluq batildir. Yox da, belə də yox da. Bəziləri elə bilir ki, ağızda suyu da udmaq olmaz. Oruc batildir, yox, yox. Və bəziləri deyir, elə fikirləşir ki, çinmək olmaz. Batil də olar. Çinmək olar. Hətta ovuzda çimə bilərsən, düzdür. Ehtiyatla. Ehtiyatla o demək deyil. Çinmək olar, vurguyla başını suya və s. Yavaş ehtiyatla, əgər boğazdan su keçməyəcəksə, çimi də bilərsən.
Amma qaldı ki, duşdan içmə bilərsən, heç bir problem yoxdur. Heç bir problem. Sadəcə dastamaz alanda, əgər o qardaşlar ki, məsələn, ağzı yaxalanda qəlqələ deyilir, o qəlqələdən çəkin. Qəlqələdən çəkin, ehtiyat üçün, boğazdan keçməsin. Yoxsa belə ifratı varmaq olmaz. Əlhamdülillah, dinimiz rahatdır. Aydındır, qardaşlar. Bəziləri gözləyir, məsələn, iftarda ulduzlar görsənəndə. O, bütpərəstlərdə də o. Əsas nədir? Günəşin batmağı. Gözləmə, ulduzlar görsənir. Gözləmə. Və yəni, belə şeylərə fikir verginən ifratçılıq və həmçinin təfritçilikdən. Və həmçinin nəyə fikir vermək lazımdır? Bilginən ki, orucluq Quran ayıdır, zikr ayıdır, sədəqə ayıdır, namazın ibadəti çoxaltginən və həmçinin sünnəyə rayət elə, vaxta fikir ver və həmçinin suhuru fikir ver, suhuru eləginən. Elə qardaşlar var, suhura əhəmiyyət vermir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, suhurda bərəkət var. Suhur o mənada demək deyil ki, oturub yiyəsən necə lazımdır, yox. Hətta su içsən, suhurdur. Səhər yəni, səhər. Hətta su içsən, suhur elədin. Aydın qardaşlar. Və sair. Və bilginən ki, qardaşlar, böyük məktəbidir, bir aylıq məktəb gəlir və hamımız onun tələbələr olacaq. O məktəbdə olacaq. Sadəcə, kim nə qədər istifadə elədi, ancaq özünə xeyr verəcək. Kim nə qədər istifadə eləməsən, yalnız özünə zərər verəcək, özünü məhrum eləyəcək o cür savablardan. Allah subhanət hələ bizə nəsib eləsin o Ramazan ayını tam tutmağa. Allah subhanət hələ bizə qəbul etsin bu ibadəti. Allah subhanət hələ müsəlmanlara kömək olsun. Və həmçinin bir məsələyə də toxunmaq istəyirəm, qardaşlar. Mühüm məsələlərdən həmçinin orucluq ayı görməklə olur. Həmçinin çıxmağı da ayın görməklə olur. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub ki, ay ya 29 olur, ya 30. Çünki fikir versəniz, müsəlman təqviminə, müsəlman ayı hiss olunur. Çünki kainatla bağlıdır, aya bağlıdır. Ay da ya 29 olur, ya da 30. Amma bu xristiyan tarixi meyyiddir. 31, 30, sonra ayların da biri 28. Kimsə 28 yazıb qutardı. Meyyit bilinmir. Amma müsəlman tarixi həssasdır, kainatla bağlıdır, kainatla birsən. Ayda ya olur 29 ya da 30. Əgər baxırsan, birdən görsən məsələn buludlu olsa, onda tamamlayırsan 30. Tamamlayırsan 30. Lakin, təbii ki biz deyirik ki, təqvimlə, qabağcadan, hesabatla ayı təyin eləmək xətadır. Şəri cəhətdən xətadır, biz qəbul eləmirik. Sadəcə yaşadığımız yerdə bir məsələ var, qardaşlar. Ola bilər, məsələn, mən burayı üstün görürəm ki, hansı bir ölkədə görsənsə, mən tutacam, hansı bir ölkədə görsənməsə, mən tutmayacam və ya açacam və ya tutacam. Hələ olmaz. Xüsusən alimlərə fikir versəz fətvalarına, hamısı deyir ki, harada yaşayır, oradan getsin. Ona görə birdən mən lap tutaq ki, o birisi rəyi üstün görürəmsə, lakin burada yaşadığıma görə cəmaatla gedəcəm. Və bu hikmətdir, bu ağıl sahibidir, bu ixlasdır, xeyri güdməkdir, cəmaatı güdməkdir. Yox, əgər nəfsimizə tabi olsaq işlə, sən mənə konfet vermədin, qıtardı indi, Ramazanda baxarıq neyinciyik. Lap fərqi yoxdur, Afrikada görsənimizdə biz tuturuq oruc. İndoneziyada ay görsənib biz açırıq, siz tutun oruc. Hələ olmaz. Qardaşların bir hissəsi oruc, bir hissəsi bayram eləyir. Cəmaatla olmaq lazımdır. Yaşadığın yerdən gedmək lazımdır. Və bu hikməti tutsun, başa düşsün, əlhamdülillah. Lakin var insanda hələm də bunu tuta bilməyiblər. Və bəzilər tutsalar da nəfslərinə tabidirlər. Bu şeydə fikir verin, birdən əgər hansısa ölkədə elan olunsa və s. biz öz ölkəmizlə gedəcəyik. Həm açanda, həm bitirəndə. Bu məsələyə də fikir verin. Allah subhanətlə bizə işi faydalardan etsin. Allah müsəlmanlara kömək olsun. Aqulu həzə və əstəğfirullah li və ləkum və lisəilil muslimin min kulli zəmb əstəğfiru innəhu huvəl ğafurur rahim.